Düz 152 il öncə 1873-cü il 10 mart tarixində Azərbaycanda ilk teatr tamaşası səhnələşdirilmişdir. Bu teatr tamaşası Həsən bəy Zərdabi və onun tələbəsi Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə həyata keçirilmiş və bu tamaşa Mirzə Fətəli Axundovun Sərgüzəşt Vəziri Xan Lənkəran komediya tamaşası olmuşdur. Və o gündən etibarən 10 mart Azərbaycanda teatr günü kimi qeyd edilir. Bütün teatr həvəskarlarının və ən əsas da teatrda əməyi keçən teatr əməkdaşlarının, teatr rejissorlarının, aktyor, aktrisa və digər əməkdaşlarının peşə bayramını təbrik edirəm. Həmçinin mənim kimi teatr həvəskarlarının da teatr günü mübarək. Kim deyir ki, Azərbaycan geridə qalmışdı? Azərbaycan hələ qədimdən bəri öndə gedən bir ölkədir. Bu da fakt. 1873-cü il 10 mart teatr. Bir daha təbrik edirəm.